İngilis kralların üzərində oturduğu sehirli daş haqqında bilmədikləriniz. Partladıldı, düşmənlərdən gizlədildi, qaçırıldı. Böyük Britaniyada tac qoyma mərasimlərini izləyənlər yəqin ki, nə vaxtsa taxtın altına yerləşdirilmiş 125 kiloqramlıq daşı görüb. Ölkəz Tale daşı adlandırılan bu daşın maraqlı tarixçəsini araşdırıb. Skon daşı da adlanan bu daş 25 ildən sonra ilk dəfə Edinburgh qəsrindən Kral 3. Charles'ın tac qoyma mərasimi üçün yola salınıb. Bu adi köhnə bir qaya kimi görünə bilər, əslində isə inanılmaz tarixə malik müqəddəs bir əşyadır. Əsrlər boyu Şotlandiya monarxiyasının qədim simvolu olub və kralların and içmə mərasimlərində istifadə edilib. Onun mənşəyi və Şotlandiya krallığının simvoluna çevrilməsi ilə bağlı fərziyyələr mövcuddur. Bu daşın müqəddəs İncil ilə əlaqəli olduğu deyilir. Kitabda yazılır ki, Həzrəti Yaqub mələklərin qalxıb endiyi bir nərdivan görüntüsü gördükdən sonra Betel adlandırdığı yerdə bir daşın üzərində dincəlib. Tale daşının müxtəlif qruplarla Avropanı keçərək Şotlandiyanın ilk kralı Fergusla birlikdə Şotlandiyaya çatdığı deyilir. Bəzi mənbələrdə yazılır ki, Şotlandiyanın qurucusu hesab edilən 1-ci Kenneth daşı Skon şəhərinə aparıb və daş şəhərin şərəfinə Skon adlandırılıb. 1296-cı ildə İngiltərədən olan Kral 1. Eduard daşı götürərək Westminster abadlığına aparıb. Daş 1308-ci ildən bəri abadlıqda tac qoyma kreslosunun altına yerləşdirilib. Bu daşın həqiqiliyinə şübhələr də var. Bəzi nəzəriyyələrə görə Skon sarayındakı rahiblərin əsl daşı Tay çayında gizlədilib, ingilislər isə bu daşın yerinə başqasını götürüb. 1912-1914-cü illərdə İngiltərədə qadınların seçki hüququ hərəkatının üzvləri tac qoyma kreslosu və daşının yanına bomba yerləşdirərək onu partlatmağa cəhd edib. Lakin partlayış nəticəsində tac qoyma kreslosunun bir küncü uçub və Tale daşı yarıya bölünüb. Tale daşı 2-ci Dünya müharibəsi zamanı zərər görməsin və almanlar tərəfindən oğurlanmasın deyə uzun müddət gizlədilib. Həmin vaxt daşın yerini yalnız bir neçə nəfər bilirdi. Müharibə zamanı hamısının öldürüləcəyi təqdirdə məlumatların itirilə biləcəyindən qorxan Pierce daşın yerini göstərən 3 xəritə yaradıb. O, onlardan ikisini möhürlənmiş zərflərdə Kanadaya göndərib. Bu xəritələrdən biri Ottavada, digəri isə Torontodakı bank seyflərində saxlanılıb. Zərflərin çatdığını yoxladıqdan sonra Pierce bankında saxladığı 3-cü xəritəni məhv edib. 1950-ci ildə bir qrup Şotlandiya tələbəsi Tale daşını Westminster abadlığından uğurlayıb. Buna səbəb isə Şotlandların bu daşı milli qürurun simvolu hesab etməsi idi. Tələbələr partlayış nəticəsində bölünən daşı ustaya apararaq düzəltməsini istəyirlər. Usta daşın ortasına bir kağız parçası olan mis çubuq qoyur. Kağızda nə yazıldığı hələ də məlum deyil. Tələbələr Tale daşını Perth yaxınlığındakı Skon abadlığında öz yerinə qaytarmaq istəyirdilər. Daşın itkin düşdüyünü aşkar edən hakimiyyət orqanları 400 ildən sonra ilk dəfə Şotlandiya ilə İngiltərə arasındakı sərhədi bağlayır. Oğurluq həm Şotlandiya, həm də İngiltərədə sensasiyaya səbəb olduğundan tələbələr daşı 1320-ci ildə Şotlandiyada Abroad abeyinə qoyub gedirlər. Siyasi qalmaqala səbəb olan sirli daş tapıldıqdan sonra Westminster abeyinə qaytarılır. 1996-cı ildə Britaniya hökuməti Tale daşını dostluq nümayişi olaraq Şotlandiyaya qaytarmağa razı olub. Lakin onlar Şotlandlara bir şərt qoymuşdular. Daş gələcəkdə tac qoyma mərasimləri üçün İngiltərəyə gətiriləcəkdir. O vaxtdan bəri daş Edinburgh qəsrində sərgilənir. Bu daş sonuncu dəfə 2023-cü ildə Kral 3. Charles'ın tac qoyma mərasimi üçün Westminsterə aparılıb. Tac qoyma mərasimini izləsəniz, unutmayın ki, yeni kralın üzərində oturduğu adi bir daş deyil.